Anarla Aytən bir həyətdə qalırdı. Onlar bağçaya birlikdə gedir, elə birlikdə də oynayırdılar. Günlərin bir günü bu balaca dostlar hərəsi bir tısbağa tapdı. Gölün sahilində gəzəndə gördülər ki, tısbağalar yavaş-yavaş gölə girmək istəyir. Əslində tısbağalar uşaqlardan qaçırdı. Amma neynəmək olar, yerişləri o qədər asta idi ki, hətta qarışqalardan belə yavaş yeriyirdilər. Əvvəlcə anar tısbağanın birini qucağına götürdü. Sonra Aytən də bundan ürəkləndi, tez qaçıb o birisi tısbağanı götürdü və anara dedi: "Kimin tısbağası daha qəşəngdir?" Anarın yumru gözləri elə parıldadı ki, elə bil indicə bişmiş mürəbbə damlasıdır. Çopur tısbağanı qabağa uzadıb dedi: "Əlbəttə mənimki qəşəngdir." Aytən ağ toppuş əlləri ilə bərk-bərk tutduğu yastı daşa oxşayan tısbağanı sinəsinə sıxdı. Tısbağanın qarmaq kimi əyri dırnaqları havada açıla qalmışdı. O qara böyürtkən gözlərini tısbağaya zilləyib dedi: "Mənimki lap gözəldir. Heç ona tay tapılmaz." Anarın səsi titrədi. "Mənimki ev boyda gözəldir. Amma mənimki günəş boyda gözəldir. Mənimki dünya boyda gözəldir." Aytən deməyə söz tapmadı. Bilmədi nə boyda desin ki, anarınkindən daha böyük olsun. Onlar küsüşdülər. Hərə öz tısbağasını götürüb evinə getdi. Axşamüstü anar dostundan küsdüyünə görə çox peşman oldu. Ürəyində fikirləşdi ki, qoy Aytənin tısbağası daha qəşəng olsun. Anar Aytənə zəng elədi. "Aytən, mənəm, Anardır." Aytən dostunun zəngindən çox sevindi. Anar dedi: "Aytən, sənin tısbağan lap gözəldir. Dünya boyda, lap ondan da çox." Aytən cavab verdi: "Yox, sənin tısbağan gözəldir. Dünya boyda, lap ondan da çox." Anar təkid elədi: "Qoy sənin tısbağan gözəl olsun." Aytən Anarın sözünü kəsdi. "Dedim ki, sənin tısbağan gözəl olsun." Onların sözləri yenə də düz gəlmədi. Onlar yenə də küsdülər. Aytən axşam tez yatdı. Axsaba bağçaya gedəcəkdi. Gecə keçdi, səhər açıldı. Aytən həyətə düşəndə artıq Anar həyətdə durub Aytəni gözləyirdi.